Hər vaxtınız xeyir, salam. Sabahınız xeyir. Necəsiz Fidan xanım? Əla. İş gedir. Bəli, iş tam sürətlə gedir. Qonağımızı zəhmət olması təqdim edin. Qonağımız Nigeriyalı bizim dostumuz Nick Nolisadır. İstəsəz... Nick də deyə bilərik. Bəli, Nick hamımıza salam deyə bilər. Salam hamın. Nick artıq neçə ildir ki, Azərbaycanda yaşayır. İstəyirsinizsə öz haqqında danışa bilərsiniz. Danış da bir balaca özün barəsində. Mən tərcümə eləyəcəm. Okay, I'm happy to be here, you know, O burada olduğuna görə çox şaddır. And I'm happy to come and, you know, show my support of what we've been doing with the Eurovision Fan Club in Azerbaijan. Və fan klubla etdiyimiz dəstək işinə çox sevinirəm. Yeah, so I've been in Azerbaijan for quite a couple of years now, and mən artıq neçə ildir ki, Azərbaycanda yaşayıram. Yeah, and I'm a fan of Eurovision. Və Avroviziyanın fanatıyam. Yeah, obviously, for quite a while I've followed. I didn't know anything about Eurovision until I came to Azerbaijan. Mən əslində Avroviziya haqqında heç nə bilmirdim, ta ki Azərbaycana gəldim. Yeah, so and the first songs I kind of followed closely was birinci eşitdiyim mahnı isə Avroviziyadan. Aysel and Arash. Aysel və Araşın Avroviziya 2008-də Yeah, so why Arash? Because when I was in Azerbaijan, çünki Azərbaycanda olanda a group of friends I had, they were Iranian Azerbaijanis. Mənim ilk dostlarım İran Azərbaycanlıları idi. And kind of they introduced me to Arash. Və onlar mənə Araşı tanıtdılar. Yeah, and so I mean, introducing me to Arash means they told me the history behind Azerbaijan, Iranian. Və onlar həmçinin mənə tarix haqqında danışdılar, yəni Azərbaycan, İran. Yeah, so I loved Arash, and then I followed the song, and it made me also follow the next one by Safura. Mən mahnını çox sevdim və Araşı da sevdim və bunun ardınca həmçinin digər Avroviziyada Azərbaycan çıxışlarını seyretdim. Araş, Aysel, Safura, Drip Drop, and then now I'm a fan of Sabina Babayev. Və indi isə Səbinə Babayevanın. Oldu təmiz Azərbaycanlı. Təmiz də amma bilirəm. Belə, Fidan xanım, mənim maraqlıdır. Facebookda fan klubun səhifəsi var, işləyirsiniz və işinizin ümumi istiqaməti nədir? Nə işlərlə məşğulsunuz? Mən biraz fan klub haqqında danışım, ümumi məlumat verim. Fan klub bütün ölkələrin özünün ayrıca Avroviziya fan klubları var. Və bunlar ümumi şəbəkə OGAI adlanır, hansı ki fransız dilində Avroviziya fanlarının şəbəkəsi deməkdir. Və Azərbaycan bu şəbəkəyə 2008-ci ildə qoşulub. 2008-ci ildə biz Belqradda birinci dəfə Azərbaycan Avroviziyada çıxış edəndə orada bu OGAI-lərin, fan klubların ümumi görüşündə 38 ölkə Azərbaycanın bu şəbəkəyə qoşulmasına səs verdi. Və beləliklə biz bu beynəlxalq fan klublar şəbəkəsinə qoşulduq. Və bu əlbəttə ki, biz bu şəbəkəyə qoşularkən böyük arzu ilə qoşulurduq. Bu Eurovision'ın Azərbaycana gəlməsi idi və qalibiyyət əldə etməsi idi və biz artıq buna nail olduq, bu arzumuza çatdıq və hal-hazırda tam sürətlə öz fəaliyyətimizi davam etdiririk. Səhifənin barədə soruşum, neçə min üzvü var? Səhifənin səhər mən baxdığımda 15.103 üzvü var idi. Yəni bu qısa müddətdə sürətlə artır. Bunun da bir çox səbəbləri var. Çünki bu adi Facebook səhifələrinə bənzəmir. Çünki biz yalnız informasiyanı sadəcə götürüb copy-paste eləyib quru-quru ora qoymuruq. Biz bu səhifə interaktivdir, maraqlıdır, unikaldır. Biz bütün materiallarımızı özümüz hazırlayırıq. Biz promo videolar düzəldirik, əhali ilə işləyirik. Bu vacibdir. Məncə də bizim sayımızın qısa bir zamanda artmasının səbəbi də elə budur. Aydındır. Və daha çox təbliğat işlərinə məşğul olsunuz, belə başa düşdük. Üzr istəmindir. Və indi mən istəyərdim ki, biz həmin o bizim Eurovision'da Səbinə xanım Babayevanın çəkdirdiyi klip var. Hansı musiqi ilə çıxacaq? Necə istifadə olunacaq və onu necə təqdim ediləcək? Bütün bunların hamısı çox maraqlıdır. Elə ona görə də günə baxanda ilk dəfə olaraq həmin o bilirəm, həmin o klipi istəyirəm baxaq
özümüz üçün bir balaca onu qiymətləndirək, baxaq görək onun gözəlliyi. İllah da ki, həqiqətən hamı istəyirdi ki, daha çox Azərbaycanın özündə, Azərbaycanın məhz video klipi getdiyinə görə orada maraqlı milli çalarlar özünü necə bir ruzə verir. O çox maraqlıdır. Elə ona görə də bir balaca səbr eləyək. Əvvəlcə kəsməmək üçün. Əvvəlcə bir dənə reklamlara baxaq. Reklamlardan sonra isə mütləq həmin klipə yenə baxaq. İllah da ki, əsas onun musiqisinə qulaq asam. Mən bir balaca qulaq asmışam, bir balaca indi. Amma ondan əvvəl qulaq asıb o patlatka dillərdə arxasındakı o səslərdə elementləri tutmaq. Bir xeyli səs tutmuşam ki, həqiqətən milli ornamentlər orada özünü göstərir musiqidə. Mütləq qulağın hamısına baxacaq, amma əvvəlcə bir balaca biz reklamlara keçək. Reklamlardan sonra isə təbii ki, həmin klipə də baxa bilərik. Verilişin baş sponsoru Nərgiz Klinikasıdır.